15 Mart artıq 12-ni keçir. Bugün çox əlamətdar bir gündür. Ola bilər ki, sənin üçün özəldir, mənim üçün daha özəldir. Çünki bu tarix mənim üçün özəlliyi, yəni bu səbəbkardan daha çox asılıdır. Çünki məni mən kimi hiss elətdirən, həyatımı dəyişdirən, məni dəyişdirən, yəni səbəbkarın doğum günüdür bugün. Yəni neçə yaş olur olsun, mənim həyatda xəyallarım ayrıdır, planlarım ayrıdır, istəklərim ayrıdır. Amma ən əsas istəyim həmişə xəyalım, yəni həmçinin də duam, yəni o olub ki, bir-birimizdən, yəni ömrümüzü Allah bizim ömrümüzə elə versin ki, bir-birimizdən kənar çox qalmayaq. Yəni o qalan ömrümüzü də bir-birimizi mən, sən yox, biz olaraq tanıyaq. Yəni mən bu yaşıma qədər, səni tanıyana qədər, yəni heç bir belə bir ciddi münasibətim olmayıb. Yəni səni tanıyandan sonra mənim üçün hər şey dəyişib. Mən bütün həyatımdakı dəyişikliklər, istər hiss cəhətdən, istər davranışlar, əməl, həyatda oturuşmaq, gələcək, planlar, tam olaraq hər bir şey dəyişib. Mən duyğularımdan tam olaraq sənə təslim edib, bütün hər bir şeyimi sənə təslim edib. Yəni mənim üçün çox fərqli bir həyat başladı və bəzi çətinliklərimiz olsa da mən heç vaxt pis şeyləri yadda saxlamıram. Mənə özəl olan şeyləri yadda saxlayıram və bugün mənim üçün çox əlamətlərdir, tək bu ilin yox, hər il. Və səndən daha çox mənim üçün əlamətlərdir. Yəni əslində sən xahiş eləməlisən ki, mənim bu əlamətlər günlərimi mənim üçün özəl olmağa qoy. Amma mən daha çox xahiş edirəm ki, bu əlamətlər günü izin ver, mən daha özəl yaşayayım. Sən varkən mən mənəm. Sən olmayandan sonra mən tam olaraq mən deyiləm. Yəni ümumiyyətlə mən deyiləm. Təbrik edirəm. Həmişə qəlbin, beynin, ağlın, ürəyin, hər bir şeyin ən əsas məndən olsun. Və biz bir-birimizlə nəfəs almağa başlayaq, bir-birimizlə nəfəs alaq, bir-birimizlə bütün duyğu, baş, beyin, ürək olaraq bir-birimizlə qaynaqlanaq, digər həyatımızdakı olan insanlarla yaşayaq. Ən əsas bir-birimiz üçün olaq, həmişə bir yerdə olaq. Səni çox sevirəm. Doğum günün mübarək.